Hörmətli izləyicilərimiz, ev sahibi evin içində apardığı təmir işlərinə həqiqətən də xərc qoyub. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində təmirindən əlavə Qoşakubik və yerləşmə yeri marşrut dayanacağından 60 metr məsafədə bir evimiz çıxıb satışa 2 otaqdan ibarətdir. Masazırdadır, yaxınlığında məktəb, marşrut, mağazalar hamısı qaydasındadır. Təmir gördüyünüz kimi ideal təmirdir. 2 otaqdan ibarətdir. Bina evin xatırlatsa da həyət evidir. Deməli, bu evimizin qonaq otağıdır. Qəşəng panoramik pəncərəsi var, şəbəkə pəncərədir, qoşakubikdir, radiator xətləri falan hamısı çəkilib. Və qeyd edim ki, ən əsas məsələ paket kupçadır. Evin də, torpağın da kupçası var. O pəncərə baxırdı öz həyətyan sahəsinə. Baxın, bura yataq otağıdır. Lüstr nə qədər alınıb vurulub. Deməli, bu pəncərə də baxır öz küçəsinə. Hörmətli izləyicilərimiz, evin qiyməti 53 min manata təşrif olunur. Masazırda, marşruda 30-40 metr məsafədə, bayaq 50-60 metr dedim, daha azdır. Deməli, bura evin mətbəxidir. İstifoldur, hörmətli izləyicilərimiz. Qazı, suyu, işığı hamısı çəkilib. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Kürsülü evdir, çox qəşəng, çox şirin evdir. Deməli, kanalizasiyaya həyətin tərəfinə qədər gedib qoşulub. Orada zirzəmisi, kombi xəttləri, kollektor sistemi. Bax, buradan da göstərim sizə. Baxın, belə bir üz görünüşü var. Üstü paket krişadır. Marşrut buradan gedir. Da indi bir dəfə 50-60 dedim, bir dəfə 30-40 özünüz baxın. Kanalizasiyada mərkəzi kanalizasiya sistemi. 53 min manatlı paket kupçadır. Kimə bu ev maraqlıdır, zəng vursun. Sağ olun.